Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bu gördüyünüz möhtəşəm panorama bu mənzilə məxsusdur. Yerləşir 28 mayda, 28 may metrosunun düz yanında, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş, gözəl, 3 otaqlı mənzildir. Möhtəşəm proyekti var, ideal təmiri var. Yəni hər bir şey dörd dörtlükdür bu mənzildə. Mən burada olan hər bir şey, hər bir detalı sizin nəzərinizə çatdıracağım vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Burada bizim giriş qapısını görürsünüz. Girişdən daxil olduqda üzbəüz bu hissədə tresuarımız var. Böyük güzgü yerləşdirilib. Gizli işıqlar sağ və sol taraflardan istifadə olunub. Ortası açarlıq. Daxil olduqda sağda burada Venesianka boya, sağ və sol yenə də eyni ilə taraflardan istifadə olunub. Hol isə çox genişdir. Döşəməsi qranitdir. İsti döşəmə ilə təchiz olunub. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub. Əlavə olaraq buralar da yerləşdirilib. Görsünüz, dizayna uyğun tablolardan istifadə olunub. Divarda gözəl lepka işləmələr var. Aval daraqlar, yenə arasında qızılı kantlar. Bir sözlə dediyim kimi çox işıqlı mənzildir. Rənglər də gözəl seçilib, hamısı bir-birinə uyğunlaşdırılıb. Ona görə də gözü yormur. Bu deməli otaqların yerləşməsi sizin nəzərə çatdırın. Burada yerləşir mənzilin əsas yataq otağı. Bura mənzilin mətbəxidir, yanında qonaq otağı. Bura ikinci yataq otağı, bura ümumi sanitar qovşaq. Burada isə çamaşırxana yerləşir. Və onu nəzərə çatdırın ki, girişdən daxil olduqda solda bu hissədə də yenə əşya qoymaq üçün saxlanıc yerimiz var. Burada əşyalarınızı istəsəz paltar, ayaqqabı, yəni hər bir şeyi tam rahat yerləşdirə bilərsiniz. Gəlin elə vaxt itirmədən keçək, başlayaq. Mən otaqları bir-bir sizə göstərim. Gəlin elə başlayaq. İlk öncə mənzilin mətbəxindən nəzərinizə çatdırım ki, çox gözəl dizaynı var ümumiyyətlə mənzilin. İlk öncə onu qeyd edim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Mətbəx hissədə qranitli isti döşəmə ilə təchiz olunub. Pərdələr asılıb, hər bir şey tam hazır vəziyyətdədir. Gözəl mətbəx mebelimiz yığılıb. Gözəl də rənglərdən istifadə olunub. 3 hissədən ibarətdir. Yuxarı hissədə şkafdır, membrandır. Onu nəzərdə çatdırın. Gəlin içərisində göstərim. Yəni dərinlik barədə təsəvvürünüz yaransın. Üstü və sinəsi, sinəliyi mərmərdir. Qaz peçi aspirator qoyulub hazırdır. Burada sobalarımız, soyuducu da yerləşdirilib. Yəni bunlar hamısı yenidir. Heç biri də istifadə olunmuyor. Tavan hissəni göstərim. Lüstr spotlar, hər bir şey öz yerində. Yenə tablolarımız. Burada kondisionerimiz də var. Və burada da yenə lepkalardan istifadə olunub. Buradan mənzilin eyvanına çıxış var. Gəlin o panoramanı mən sizə eyvandan da göstərim. Eyvana həm mətbəxdən, həm də qonaq otağından çıxış var. İstər-istəniz kombidir. Aparatda qoyulub. Görürsünüz, hazırdır. Möhtəşəm panoraması var. Şəhər dəniz istiqamətində bu hissədə bayraq meydanına alov güllələri, yəni şəhərdə görmək istədiyiniz hər bir şeyi burada bu mənzildən tam rahatlıqla görə bilərsiniz. Dediyim kimi mənzildə təmirdən sonra bir gün belə yaşayış olmayıb. Buradan daxil olaraq mənzilin qonaq otağına, geniş qonaq otağımız var. Onun nəzərdə çatmır. Kvadrat şəklindədir, yəni digər mənzillərdə olduğu kimi dar uzun otaq deyil. İşıqlı mənzildir, ümumilikdə 2 pəncərəsi var. Bayaq dedim, buradan mənzilin eyvanına da çıxış var. Döşəməsi bambuk parketdir. Ona görə deyirəm, yəni mənzildə keyfiyyətli təmir var. İnşallah bunu canlı baxanda da şahidi olacaqsınız. Tavan hissəni göstərim. İşıqlandırmada 2 ədəd lüstrdən istifadə olunub. O hissədə masanın yeridir. Onun üzərində də yeni ilə lüstr asılıb. Gizli işıq spotlar yenə öz yerində. Burada deməli şkaflar yığılıb. Üzbəüz həm burada, həm də qarşısında o hissədə aksesuarlar qoymaq üçün. Yəni bunu istəyə uyğun olar. Kitab da yığa bilərsiniz. Yəni öz zövqünüzə uyğun. Dediyim kimi pərdələr, hər bir şey asılmış vəziyyətdədir. Mənzil tam hazırdır. Sadəcə belə deyim, əşyaları yerləşdirib yaşamaq qalır. İsti sistem kombidir. Radiatorlar qoyulub. Kondisionerlər də hamısı hər otaqda var. Hamısı da işlək vəziyyətdədir. Burada deməli TV internet çıxış burada nəzərə alınıb. Arxası Venesiankadır, sağ və sol yenə daraqlar. Nəzərə çatdırım ki, mənzildə olan istifadə olunan elektrik qutuları ayrı Panasonicdir. Aşağı hissə yenə şkaf. Bu hissədə tablomuz və keçək. Mən sizə göstərim digər otaqları.
Otaqlara keçməzdən öncə burada göstərim mən sizə mənzilin əsas sanitar qovşağını. Mənzildə 2 sanitar qovşaq var. Bu ümumi olanda giriş hissədə yerləşir. Dediyim kimi möhtəşəm təmiri var. Maraqlı teksturalı qranitlərdən istifadə olunub. Bütün aksesuarlar hamısı quraşdırılmış vəziyyətdədir. Burada duş kabinimiz yerləşir. İçərisi də çox genişdir. Qızıl rəngli aksesuarlardan istifadə olunub ümumilikdə. Divar içi unitazımız. Burada gözəl moydadır. Yəni hər bir şey tam hazırdır. Bu hissədə əşya qoymaq üçün yerlər də nəzərə alınır, nişanlar və təbii ki burada isti döşəmə ilə təchiz olunub. Burada yerləşir mənzilin çamaşırxanası, yəni paltaryan üçün yer. Burada nəzərə alınıb, yəni digər mənzillərdə olduğu kimi mətbəx evinin altında deyil, paltaryan bura yerləşdirirsiniz, yumaq üçün, ütüləmək üçün və eyni zamanda yerləşdirmək üçün hər bir şey nəzərə alınıb, şkaf tam olaraq yığılıb. Mən sizə buradan göstərim mənzilin əsas yataq otağını. Bayaq demişdim, girişdən sol hissədə yerləşir. Gözəl təmiri var, hər otağın ayrı gözəlliyi var. Dediyim kimi, inşallah gəlib baxanda da görəcəksiniz. Burada yerləşməni nəzərə çatdırın, artıq yəqin ki, hiss elədiniz. Taxtın yeri burada nəzərə alınıb, arxa hissəsində yığılıb, hazırdır qubqa, sağ və sol güzgülərdən istifadə olunub, buralar yerləşdirilib. Make-up bu hissədə maraqlı. Güzgümüz də yerləşdirilib, burada gizli işıqla arxası daraqlardır. Buradan da bayaq gördüyünüz dəniz və şəhər panoraması var. Ümumiyyətlə həm burada, həm bu yataq otağından, mətbəxdən, qonaq otağından gözəl panoraması var. Digər yataq otaq isə əks tərəfə baxır, yəni o tərəfdən də qarşısı açıqdır. Heç bir bina qarşısını kəsmir. TV internet çıxış burada nəzərə alınıb və bu yataq otağının daxilində əlavə sanitar qovşağımız da var. Bayaq dediyim, mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Bu isə bu yataq otağına aid olandır. Gözəl də təmiri var. Dediyim kimi digərindən fərqli olaraq burada gümüşü rənglərdən istifadə olunub. Ümumilikdə aksesuarlar da ona görə yığılır. Duş kabinimiz, yəni hər bir şey tam hazırdır. Keçək, mən sizə göstərim ikinci yataq otağını, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Burada yerləşir ikinci yataq otağımız. Ölçü olaraq digər yataq otağı ilə demək olar eynidir. Yəni elə bir yüzlü fərq yoxdur. Dediyim kimi otaqlarda döşəmə bambuk parketdir. Burada deməli, yəqin ki gördünüz, taxtın yeri bu hissədə nəzərə alınıb. Yenə digərində olduğu kimi arxa hissəsi yığılıb. Buralar yerləşdirilib. Və buradan da dediyim kimi əks tərəfə baxır, metro tərəfə, yəni burada 28 may metrosu burada yerləşir. Burada da gözəl make-up'ımız var, aypara şəklində. Güzgümüz, kondisioner, tavan hissəni də göstərim. Yəni hər bir şey bu mənzilə tam hazırdır. Sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Belə, mən demək olar hər şeyi sizin nəzərinizə çatdırdım. Deməli, mənzil yerləşir 28 mayda, 28 may metrosunun düz yanında. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 3 otaqlı mənzildir və mənzil 120 kvadratdır, yerləşir 16-cı mərtəbədə və mənzilin qiyməti 455 min manat təyin olunub. Nəzərinizə çatdırım ki, mənzili məbləğin bir hissəsini kredi şəklində də ödəyə bilərsiniz, yəni təxmini 110 min manatını 13 ay müddətinə faizsiz şəkildə kredi şəklində də ödəmək olar. Yəni bu üstünlük də var. Yəni mənzilin üstünlükləri çoxdur. Dediyim kimi şəhərin mərkəzində yerləşir. Gözəl proyektə var, keyfiyyətli təmiri var. Kreditdən də ödəmək olar. Yəni saymaqla bitmir. Belə əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.